vesileyle Sayın Rektör Anar Nagiyev'e katkıları için şimdiden teşekkür ediyor. Konferansın 2012'de Azerbaycan Diller Üniversitesi Rektörüne danışman olarak atanmıştır. Dünya belə çalışmır, dünya bir qədər fərqli çalışır. Maraqlar, büyük dövlətləri maraqlaşdırmaq üçün belə deyək, beynəlxalq hüququ öz qüvvəni qoruya bilirlər. Əsrlər boyu bizim özündə birləşdirmək kimi maraqlar olmuş ülkələrdir. Zəngəzur koridorunun açılması sürəci ilə Türkiyəni və Türk dünyasını bir-birinə birləşdirməkdən ibarətdir. Türkiyənin qonşuluğu da tamamilə fərqlidir. Batı ilə olan münasibətlərində həm NATO ilə, həm Avropa ilə, həm Kafkasya ilə, həm Orta Doğu ilə olan münasibətləri, həm Karadəniz ətrafında olan münasibətləri, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Karadənizin gələcəyi nədən ibarət olacaqdır. Krımın ilhaqından sonra Karadənizin üzərindən münasibətlər necə olacaq? Kommunikasyon koridoru açacaq. Bu, Ermənistan üçün çox önəmlidir. Ona görə ki, onlar buradan böyük bir ticari gəlirlər əldə edəcəklər. Bu, Gürcüstan üçün çox önəmlidir. Çünki Kafkaz bütövlükdə özü ilə inkişaf etməyə başlayacaq. Amma bunu sevməyən və sevməyəcək güclər də olacaq. Niyə? Çünki bu Kafkazın bütün geopolitik strukturunu dəyişmiş olacaq.